Salam değerli əziz izləyicilərimiz. Bu günləri sizin üçün gözəl bir dənə 2 mərtəbəli, həyəti belə bir geniş, 5 otaqlı, paket qubçalı dostlar, torpağın da evin qubçası olan bir evin təqdimatına gəlmişik aparmağa. Değerli dostlar, evimiz 5 otaqlı, 1 ilə 2'nin arası beton monolitdir. O bir şey. Tam asfaltın üzərindədir evimiz. Həqiqətən də çox gözəl. Məhəlləsi asfalt, asfaltın üzərində ətraf yaşayışdır. Evindəki bu solundan arkasına da keçməyə rahat şəkildə yeri var. Değerli dostlar, evimizin gazı, işığı, suyu daimdir. 3 kommunalın sayğacları da var dostlar. Girişdə belə bir geniş holumuzdur. Değerli dostlar, birinci mərtəbəni sizi ilk olarak tanış edəcəm. Burada sağ tərəfdə bizim geniş, belə bir həqiqətən də bu evi 6 otaqlı ev demək olar. Mətbəxi çox qəşəng genişdir. İstipoldur. Yəni çox keyfiyyətlə tikilmiş evdir. Hər işə də zəmanət var dostlar. Aşağı mərtəbənin bir geniş qonaq otağımızdır. 2 pəncərəsi var. Televizyon studiyası da çox qəşəngdir. İstənilən ölçüdə geniş kvadratda, yəni geniş ölçüdə ekran böyüklüyündə televizor qoya bilərsiniz dostlar. Burada da bizim aşağı mərtəbənin böyle geniş yataq otağıdır değerli izleyicilerimiz. Burada da bizim aşağı mərtəbənin sanitar və sanuzelidir. Asma tavandır. Kombimizdə hər bir şey yerindədir değerli dostlar. Qalxağın ikinci mərtəbə ilə tanış edeyim. Değerli dostlar, evimiz beton monolitdir. Binövrəsi də betondur, kəməri də betondur, hər bir şey. Bu da yuxarı mərtəbənin holu da qəşəng genişdir. Buradan yuxarı mərtəbədən balkonumuzda çıxış edirik rahat şəkildə. Ətraf yaşayışdır. Bina mərkəz Verona Şarda Sarayın arxa tərəfi deyilir. Burada bir yataq otağıdır. Bu da bizim ikinci yukarıda yani geniş yataq otağı da edebiliriz dostlar. Oturma otağı da edebilirsiniz ama qəşəng geniş otaqdır. Burada da bizim üçüncü yataq otağımızdır. Ve yukarı mərtəbənin sanitar və sanuzelidir. Değerli izləyicilərimiz, evimizin qiyməti 200.000 manata deyilir. İpotekaya yararlıdır. Bina mərkəzdə Verona Şarda Sarayın arxa tərəfində asfalt yolu üzərindədir. Belə bir 2 mərtəbəli 5 otaqlı evin təqdimatını apardıq. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.